Vaxt nədir? İnsanın bir müəyyən bir vaxtıdır. Yəni, insan nə eləməlidir? Deməli, vaxtı necə gəldi, hara gəldi istifadə eləməlidir. Deməli, sən o vaxtı necə gəldi, nətər gəldi, sərf eləsən, o deməli, sən o ki, adam var, insan ki, malı, mülkü var və necə gəldi, pul açır, paylayır, xəstəyir, nətər gəldi, sağına soluna. Sən ondan deməli, daha şiddətlisən. Nə baxımdan? O deyənə bir dənə dünyasını itirir, malını xərcləyir. Sən amma vaxtını xərcləyirsən, hansı ki, sənin axirətindir. Həm bu dünyanın, həm axirətindir. Ona görə necə eləyəcək? Birinci odur ki, baxacaqsan ki, yəni bilməlisən, yəni qul bilməlidir ki, eyni yusarrifuhu, hara onu sərf edir. Və keyfə yusarrifuhu, və necə sərf edir. Mal da elədir da, bilməlisən, sən o harama xaçlayırsan, hala xaçlayırsan, düzdürmü? Necə sən malın üzərində əssən, qoymuşsan belə bir qəpi, bir manat sağa sola geçsin, nətərsə nəzarət edirsən, amma vaxtını amma necə gəldi gedir. Halbuki sən o vaxtdan ibarətsən. Vaxtın getdiksə, salmış vaxtlardan gedir, dəqiqələrdən gedir, saniyələrdən gedir. Bəli. Və bunun da ki, ən əzəmətli, yəni ən gözəli, hara sərf eləməkdir, qardaşlar? Sözsüz ki, Allah subhanahu wa ta'alənin, əzzə və cəllənin itaətinə. Əgərim o zamanını sənə verilən, o vaxtını Allahın itaətində keçirərsənsə, onun yanı itaətinlə məşğul olarsansa, o halda heç vaxt sən peşman olmarsan. Heç vaxt. Nə bu dünyada, nə axirətdə.